Etdiyim paylaşımlara görə, mənə olunan haqsızlıqlara görə və dostum Rövşən Həmidova olan haqsızlıqlara görə paylaşımlar etmişdim digər səhifəmdə. O səhifəmi şikayət edib bağladılar. Real Gündəm TV səhifəsi idi, səhifənin adı, bilməyənlər bilsin. Mən yenə şikayətimdən dayanmıram. Yenə şikayətimi eləyəcəm. Bu mənim həyatıma baha başa gəlsə belə, mənimlə, həyatımla şantaj eləyirlər indi də məni və yenə şikayətimi davam edirəm mən. Zəhmət olmasa bu paylaşımları bəyənin və paylaşın ki, hər kəsin xəbəri olsun. Şikayətim Vüqar Ağayevdəndir. Nəsimi rayonu üzrə Baş Polis İdarəsinin rəisi Vüqar Ağayev Şamaxınka adlanan yerdə bütün taksilərdən, sürücülərdən Azad Məmmədovun əli ilə, Azad Məmmədov şabi bir vətəndaşdır, onun əli ilə hər kəsdən, bütün taksilərdən oradan əvvəl 3 manatdan, indi isə 5 manatdan pul yığırlar. Və mən bununla mübarizə apardığıma görə məni dəfələrlə həyatımla şantaj etdilər, hücum elədilər. İndi də hal-hazırda Rövşən Həmidov dostumdur, mənimlə yaxın münasibəti olduğuna görə və mənim bu paylaşımlarıma dəstək olduğuna görə onu da hal-hazırda şərləyib həbs eləyiblər. Buradan bütün aidiyyatı qurumlara, Prezident İlham Əliyevə səslənirəm. Bax, gör sənin nə qədər quldur və öz başına məmurların var. Bu məmurlar barədə tədbir gör. Hər gün mən bu barədə məlumat paylaşacağam. Bütün Nəsimi rayonuna səslənirəm ki, zəhmət olmasa, kimin nə şikayəti varsa məni ilə əlaqəyə saxlasın. Nəsimi rayonuna aid bütün şikayətləri paylaşacağam. Ta ki, ya Vüqar Ağayev vəzifədən gedəcək, ya da mən istəyən olacaq. Rövşən Həmidova azadlıq istəyirəm. Rövşən Həmidov azad olmayana qədər bütün paylaşımlar gələcək. Burada göstərirəm sizə kadrlarda Azad Məmmədov, baxın, görün, taksilərdən necə məcbur edir ki, mənə 5 manat verginə, sonra adamı yığ getginə. Bu barədə tədbir görsün. Azad Məmmədov kimdir? Sıravi bir vətəndaşdır. Onun orada yaxın olan polislər Sərvərdir adı, digərin isə Orxandadır. Bu adamlar bir yerdə şərikdilər. Bir hissəsi Vüqar Ağayevin cibinə gedir, qalanı isə bu 3 nəfərin arasında bölünür. Aidiyyatı qurumlar bu barədə bir tədbir görün. Siz görməyənə qədər mən hər gün paylaşacağım. Mənim bundan sonra 100 dənə də səhifəm olsa, nə qədər səhifəmdən şikayət edəsəniz, mən yenə bu paylaşım gedər. Ta ki, mən istəyən olana qədər. Sizə videolarda göstərirəm, baxın. Azad Məmmədov məcbur edir ki, mənə pul verginə, sürücüyə. Azad Məmmədovun da şəklini göstərirəm sizə. Burada polislər, biri yenə deyirəm, adı Sərvərdir, Çevik polis alayıdır, 19-cu polis bölümü.